Reqressiya terapiyası zamanı pasiyent keçmişə həqiqətən, yəni cismən yox, zehnən qayıdırlar, yoxsa sadəcə olaraq hansısa bir xatirəni beyinlərində canlandırırlar. Bax, insanların düşünürəm ki, bir çoxsuna maraqlı gələcək. Biz ora həqiqi qayıdırıq beynimizdə, yoxsa sadəcə olaraq xəyal qururuq. Və eyni zamanda istəyərdim ki, siz xəyal və realın fərqini bizə izah edəsiniz. Beyin onu fərqli olaraq anlayır, yoxsa yox? Belə deyim sizə, bu əslində subyektiv bir təcrübədir. Ümumiyyətlə reqressiya subyektiv bir şeydir. Necə ki, psixoterapiyanın özündə də kifayət qədər subyektivizm vardır. Biz burada insanın hansı xatirələrini, yəni xatirəyə gedəndə, o təcrübəni yenidən yaşayanda həmən insan, yəni onu canlandıranda, burada müəyyən detallar itirilə bilər. Burada müəyyən assosiativ bir nüanslar ola bilər ki, hansı ki, insana elə gəlir ki, elə olubdu, amma əslində elə olmayıbdı. Yəni, burada məsələnin reallığını biz necə təyin edə bilərik? Əgər bir insan şuurlu şəkildə də həmən belə deyək, hadisəni xatırlayırsa, o barədə danışırsa, əlbəttə ki, biz onu reqressiya, yəni seansını edəndə də o eyni hadisəni xatırlayacaq. Ola bilər bir qədər detallarını əlavə edə bilər, hansı nüanslarını əlavə edə bilər, amma ümumi götürəndə şuurun verdiyi o təsvirlə onun o verdiyi informasiya arasında çox da böyük bir fərq olmayacaq. Amma bununla bərabər bəzən bizim şuuraltımız bilirik ki, müəyyən bir informasiyanı bizdən gizlədir. Məsələn, travmatik təcrübələr var ki, şuuraltı bunu bizdən gizlədir. Və biz tutaq ki, əgər bizdən soruşsan ki, sənin 3 yaşında başına falan iş gəlmiş, sən bunu xatırlayırsan, biz deyəcəyik, yox, xatırlamır. Anam xatırlaya bilər ki, hə, sən yıxılmışdın, amma mən şəxsən onu xatırlamıram. Bəzən olur fraqmental şəkildə. Fraqmentini xatırlaya bilər ki, hə, nəsə belə xəyal nəsə yadıma gəlir, oradakı rəng yadıma gəlir, harda olub yadıma gəlir. Amma konkret olaraq hadisənin baş vermə anı yadına gəlmir insanın. Və biz orada reqressiya zamanı o xatirəni canlandıra bilərik. Əslində məqsədimiz xatirəni canlandırma deyil. Sadəcə biz travmanın səbəbini gedib araşdıranda, istər-istəməz şuuraltı o anıya və ya o xatirəyə bizi aparır. Və orada başqa detallar üzə çıxa bilər. Həmən anda uşağın yaşadığı emosional reaksiya, onun o həmən anda gördükləri və s. bunlar üzə çıxa bilər.